Salam. Hələ 19-cu əsrdə öz zəmanəsinin mütəfəkkirlərindən olan Hacı Zeynalabdin Şirvani Gəncəmizin böyük və səfalı şəhər olmasını qeyd edərək türkcə danışan və çoxlu mərifət sahibləri yetişdirən Nizami yurdunun əhalisinin gülərüz, ağüzlü olmasını vurğulayırdı. Bəli, bugün də Abad və Firavan şəhərimizin daha bir məhəlləsinin keçdiyi tarix yoluna nəzər salacağıq. Əlqərəz, Gəncə adlı səlnamə Gəncə məhəllələri silsiləsində getdiyi yolun növbəti dayanacağını Toyuqçu məhəlləsində edəcək. Toyuqçu məhəlləsi bir zamanlar Günbatandan Şahsevən, Qıllılar, Quzeydən Qaramanlı məhəllələri ilə haşiyələnirdi. Məhəllə indiki Məmməd Səid Ordubadi, Şəddadilər, hazırki Milyonçular, Nizami küçəsi 4-cü dölmə və ona yaxın olan hissələr, Şəddadilər küçəsi 1-ci dölmə və bu küçələrin əhatə etdiyi kvartalların ərazisində yerləşirdi. Toyuqçu əsas Nizami küçəsi ilə aşağı Nizami küçəsi, yuxarı Gəncə küçəsi, daha da gedənə kimi Yevlax Şampar avtovağzalının yanına, bir də 6 nömrəli yanı ərazi, bu ərazini Toyuqçu məhəlləsi ərazi söylüyordu. Ümumiyyətlə bizdə geniş küçədən başqa həmən o balaca yerlərə sokaq deyərlər. Amma türklər ümumiyyətlə küçəyə sokaq deyirlər. Amma bizdə sokaq o cür Toyuqçu kimi, Küpəçi kimi məhəllələr daxilində kiçik məhəllələrdir. Yəni mikro, makro yox, mikro məhəllədir. Ona görə bu mikro məhəllələrin çox böyük iqtisadi gücü var, sərfəsi var şəhər üçün. Bizim ulu babalarımız şəhər salarkən onun birinci növbədə suyu nəzərdə tutur, əkin sahəsini nəzərdə tutur, onun bazarını nəzərdə tutur. Yəni qida maddələrindən. Bax görürsən, Gəncədən, Samıq tərəfdən onun qarpızı gəlir, narı gəlir, bodası gəlir. Şəmkirdən göyərtisi gəlir. Deyək ki, Goranboydan meyvəsi gəlir. Kələmi gəlir, başqa şey. Xanlar tərəfdən qoyunu gəlir, yağı gəlir. Amma burada nə üçün Toyuqçu məhəlləsi deyil, Toyuqçu bazardır. Şəhərimizin əksər cəmaatı, yaxud məhəllə sakinlərinin əksəriyyəti iddia edirlər ki, Toyuqçunun adı sırf peşə sənət yönümü ilə bağlıdır. Mənbələrə istinad etsək, fikrimizcə bu məsələdə bir qədər diqqətli olmaq lazımdır. Çünki peşə sənət mənasında Toyuqçu sözü bir qədər şübhə doğurur. Azərbaycan türklərinin toyuqçuluqla ayrıca sənət kimi məşğul olması haqqında mənbələrdə əsaslı bilgi yoxdur. Ümumiyyətlə, Toyuqçular adlı peşə sənət yönümlü ifadə əslində dilimizdə mövcud deyil. Həm də toyuqçular, yəni toyuq cücə saxlayan, toyuq cücəyə baxan adamlar özlərini ayrıca zümrə kimi heç vaxt sənətkarların digər təbəqələri ilə yanaşı qoymayıblar. Şəxsi təsərrüfatın bu sahəsi ilə köməkçi yaşayış və dolanışıq vasitəsi kimi məşğul olublar. Burada ev quşları saxlanılan yer və ya böyük bazar olması ehtimalları da özünü doğrultmur. Məlumdur ki, toyuq saxlanılan yerə Hind və ya toyuq damı deyilir. Mənbələrdə isə Gəncədə toyuqçu bazarı olması haqqında heç bir məlumat verilmir. Doğrudur, burada sərçə bazarı olub, lakin Toyuqçu məhəlləsində yox, bazar meydanında. Həmçinin toponimdəki sərçə tərkibi onun səhər bazarı olduğunu bildirir. Səhər vaxtı bir neçə saatlığa yığılan bazarları xalq obrazlı şəkildə belə adlandırardı. Yəni ki, sərçə kimi gəlib qondu, tez tələsik alış-verişini edərək uçub getdi. Sərçə bazarı olub. Bu meşinin dalında elə gətirib şeylər tökürdülər. Sərçə bazarı ona görə deyirlər ki, 2 saat, 3 saatlıq. O üçün günortaya kimi işlət qalmırdı. Orada bir çörək dükkanı var idi, bir mağazin var idi. Çörək dükkanında, mağazində işləyirdi icra ki, o icrada Orsun dükkanı idi, yəni. Qazaprovod, qəmbər işləyirdi. Bir də ət dükkanı vardı. Zahid kişi işləyirdi.
Belə. Boyca kiçik olduğu üçün, həcmcə böyük olmadığı üçün sərçə bazarı da deyiblər. Yəni sərçə bazarı tez gəlir, tez dağılır. Yəni axşamacan yox, səhər gəlir, biri də Firdovsi küçəsindədir. O balaca bazarda olan sərçə bazarları Gəncəmizdə çoxdur. Bunlar gələrlər, gedərlər. Gəncə Dövlət Universitetinin professoru Sədniq Paşa Pirsultanlı bu məhəllədə toyuqçuluğun digər məhəllələrə nisbətən daha geniş vüsət aldığını bildirərək, bu ərazidə xoruz döyüşdürənlərin, quş uçurdanların və ümumiyyətlə quşbazlığı özlərinə peşə seçənlərin adlarını ayrıca qeyd edir və məhəllənin də məhz bu əlamətlərə görə toyuqçu adlandırılmasını vurğulayır. Mən valla 50-ci ildə mən orada kəndlərdən toyuq gəldiyini, toyuq satıldığını, 50 kişinin yumurtaları cərgər düzü, qatar düzlüyü, onların o fərələrdən sazın üstə qoyub, onları rəqs etdirmək, paltar tikmək, bunları görmüşəm. O xoruzları meydanda dalaşdırdığını görmüşəm. Orada yaşayış yox idi. 50-ci ildə yolun altında evlər tikilər, adını qoydular milyarderlər küçəsi. Sonradan gəldi tikildi. Necə oldu? Goranboydan, Mingəçevirdən, Bərdədən, Samuqdan, hər yerdən kəndçi özünün göy-göyərtisindən baravar, toyuq cüzəsini də gətirib satırdı, yüngül əl xərcliyi eləsin, evinə bazarlıq eləsin. O gəlirdi, müəyyən qohumların evində qalırdı. Məsələn, Goranboydan gələnlər Quşvazoğlu məhəlləsi vardı. Gəlib orada qalırdılar. Daşkəsəndən gələnlər Meşhəsənlərin məhəllələrində qalırdılar. Beləliklə yerli adamlar öz simsarlarına. Amma bu sonralar bunların çoxsunu tutdular, sürgün elədilər, evlərini devlətə keçirdilər. Ondan sonra başladılar bunlar birləşib. 6-7 adam bu bazarın ətrafında kiçik otaqlar tikməyə, gecə qalmaq üçün. İndi sən diqqət elə. Burada 50 kişi idi bu toyuqçu bazarının sahibi. Toyuq əli də deyirdilər, toyuqçu əli də deyirdilər. Bunun vəzifəsi çox böyükdür, o sadə adam deyildi. Məsələn, Bərdədən gələn toyuq yumurta ətçili istiqamətində idi. Orada satılan yerdə seçirlər. Yerdə bax, bu 50 dənə toyuq yumurta verəndi. Bu 50 dənə toyuq kəsib ətini yemək üçündür. Bu 50 dənə xoruz çolpa deyirlər. Kəhlin balasına çolpa deyirlər. Bu çolpalar ayrıca seçirlər. O gəlirdi ki, bayramdır, bizə bir 10 dənə çolpa ver. Tezcə o kişi seçirdi, pulunu alırdı. Evlərdən də göndərəndə deyirdi ki, bax gedərsən, toyuqçu əlidən o tanıyır. Yumurtanın qatarını düzəldirlər. Harada? İndiki inzibati binanın qabağında. Məsələn, 50 yumurta, 80 yumurta da buradan darvazanın sonuna qədər. Rəngarəng yumurtanı düzəldirlər. 5-10 nəfər cavan gələrdilər, döyüşərdilər. O bir nəfər qalib gələn adam o qırılmış yumurtanı 5-6 qəpik ucuz satardılar. Maraqlıdır ki, məhəllənin yaşlı sakinləri də bir mənalı olaraq toyuqçunun adını peşə, sənət əlamətlərinə görə bu cür adlandığını vurğulayırlar. İndi bizdən yaşlılar da onu deyir. Yəni, biz də yəqin ki, biz hələ mən şəxsən o şeyləri görməmişəm. Elə mən anadan olandan ora toyuqçular məhəlləsi qoyulubdur. Görükür ki, toyuq saxlayanlar olubdur burada. Toyuqla məşğul olanlar olubdur. Əhalini dediklərinə görə güya müharibə vaxtı ət biraz qıt olanda toyuqla bunlar təmin ediblər. O dolanışıqdan ötəri bunlar vaxtilə toyuq saxlayıblar. Gəncənin məsələsinin ətlə zadla təmin ediblər. Bəlkə məsələsinin 17-ci tarixdə, 18-də bu belə olub, köhnə ad da verilir bura. Toyuqla məşğul olanlar
O işlər olurdu, yaxşı yumurtadır, töyöqdür, yaxşı xoruzlardır. İstər mərhum Fərruq Əhmədovun araşdırmalarında olsun, istərsə də bəzi mənbələrdə toyuqçu sözü, tuyuqçu sözünün dialektdə dəyişdirilən forması kimi göstərilib. Yəni məhəllənin adı əslində cəmaatın tanıdığı toyuqçu sözü ilə yox, tuyuqçu sözü ilə daha yaxından səsləşdiyi bildirilir. Ümumiyyətlə, tuyuq sözü türk şifahi yaradıcılığı ilə bağlı olub, əski türklərin klassik poeziyasında 4 misralı şeir şəklini bildirir. Bu baxımdan tuyuqçu ərəb sözü olub, türk qarşılığı kimi qədim türk dillərində işlənə bilərdi. Sonralar tuyuqçunun adı Ozan məhəlləsi kimi onun nəslinin yaşadığı məhəlləyə də aid edilə bilərdi. Əlbəttə, bu tarix elmləri namizədi mərhum Fərruq Əhmədovun araşdırmalarının göstəricisidir. Bu barədə qəti söz isə dilçilərimizin araşdırmaları ilə aşkarlana bilər. Mənim bir yaxın dostum var, o söhbət əsasında o vaxt dedi ki, bura tuyuqçu olub, tuyuqçu. O da türk dilli olublar, türk zadlar olubdur. Bu gəlib güya ki, bizdən eramızdan 20-ci əsrdə, 19-da mı, 17-də mi, güya burada türklər olub, türk. O məhəlləni onlar qoyublar, o vaxtdan da elə də qalıbdır. Zamanla dəyişilib. Zamanla dəyişilib, gəlib tuyuqçu olub, tuyuqçu olub. İndi ya belə olub, ya indi nətəri onu da o qoca o vaxtlar adamlar belə. Biz də onu deyənmərik. Tuyuqçu mən dedim yenə də Əlişir Nəvaidədir, Qazı Bürhanəddindədir və bir də Nəbatidədir. Və niyə tuyuqçu ilə bağlayırlar oranın adını? Çünki orada ziyalı da var, kənalı da var. Bəzən onun etmologiyasını axtaranlar da var, onun adını öyrənmək istəyənlər də var. Ona görə axtaranda bu cür lüğəvi mənaya, bu cürə etmologiyaya rast gəlirlər. Ondan rəl gəlir. Ona görə də bunları qarışmaq lazımdır. Töyuqçuluqla məşğuldur. Mən sizə deyirəm ki, 50-ci illərdə töyuq əli, töyuqçu əli o işlə məşğul idi. 3 kilometrdən deyirdi ki, bu töyuğun 4 kilogram çəkisi var. Bu qədər ət verər. Aydındır. Həm də töyuğun onu necə tükünü yolurdular, balış düzəldirdilər. Balışdan istifadə olurdu. Yəni o töyuq Gəncənin məişətinə daxil olmuş. Elə başa düşmək lazım. Aydındır mı? Amma töyuq şeir növüdür. Onu bura qatmaq lazımdır. Ümumiyyətlə, məhəllənin adından fərqli olaraq demək olar ki, toyuqçu sakinləri bir mənalı olaraq toyuqçuluqla məşğul olmayıblar. Burada həmçinin sənətkarlığın digər sahələri də geniş vüsət alıb. O vaxt Gəncədə kim idi ki, məsəl üçün, am sənətkarlar. O bir cəmaat əkini var, məhəlləsi var, onunla dolanırdı. Məscidi məscidini ilə, bu bazarda, köhnə bazarda o Qorxunun üstü bazar idi. Orada hərəsinin bir dükkanı var idi, məhçi, dəmirçi var idi, hər şeydi. Sənətkarlıqla da əsas. Sənətkar, faytonçuluq vardı, faytonçu var idi burada. Burada oruç kişi var idi, boyun qavan faytonçu idi. Ancaq sənətlə. Yəhər qayran var idi, qayış keçən var idi, şafqası var idi. Hər bir sənətində. Hər bir məhəllədə olan kimi qəssəvi də var, əqqabı tikəni də var, haravatçısı da var. Hər bir kəs hər bir öz zadınla indi hamı evini elə gedib, mən də töyuqçuyam, töyuq sağlayacağım, o da töyuq sağlasın. Elə onda heç bu məhəlləyə durub oraya gedib gəlmək olmaz. Hərənin özünün zadları var idi ki, hərə də özü bir işlə məşğul olurdu. 1804-cü ilin may statistikasına görə Toyuqçu məhəlləsində 70 kişi, 64-ü qadın olmaqla 43 evdən ibarət 134 şəhərlinin yaşadığı göstərilir. 1916-cı ildə isə məhəllədəki ailələrin sayı 960 olub. Mənbələr həmçinin Toyuqçu icmasının yüzbaşısı Paşa İsa oğlunun, məhəllə ağsaqqallarından Zeynalabdin Hacı Məşədi Məmmədoğlunun, Rüstəm Ağa Cəfərin, Cəmil Hacı Məmmədoğlunun,
Məmmədəli Məşədi Əsgəroğlunun da adlarını qoruyub saxlaya bilib. Əgər Nəcəf yaşayırdı burada, bizim şəhərdə spolkomuz olmuşdu, bizim bu küçələr zadı qarterdi. Yolları məsələn bərpa elədi, ışıqlar çəkdirdi. İndi də məsələn biz onun yerində Ramiz müəllimi görürük. Ramiz müəllim ona görə ki, görürük. Buranın məsələn bu ətrafınızda da zibilini zadı düzəltdirir, orada dağ düzəltdi, o Quranda qarterdi, Eysan bulağını. Işıqlarla məşğul olur ki, məsələn, lampuşka yanan ki, məsələn, bu cəmaat heç kəs şey eləmir. Yəni, Ramiz müəllim sağ olsun, Allah da rəhmət eləsin. Güləkdirdi, zad elədi, hamı da cəmaatı qoruyur onu. Bura Nəcəf Tağyev olubdu, ondan sonra. İndi hal-hazırda bu dəqiqə bizim bu basalığa, Ramiz müəllim sağ olsun, bizim bu mescidin arxa tərəfində bizim köhnə Qoşa bulaq adıyla bir bulağımız var idi. Mənim bəlkə də yadıma elə belə gəlir, Qoşa bulaq. O bulağı düzəltdi, düzdü, qoşdu, sahəsini düzəltdi, ağaçlarını qoydu, çiçək əkdi, gül əkdi. Bütün bax bu indi hal-hazırda bu məscidin həyətindəki bu lampışqaları, bu ağaçları, bu bardurları hamısını Ramiz müəllim elətdirdi. Məhəllənin özünə məxsusluğuna çevrilən Toyuqçu məscidi isə məhəllə cəmaatının vəsaiti hesabına tikilib. Şahsevən məscidindən fərqli olaraq Toyuqçu məscidi günbəzsiz, eyvanlı məscid tiplərinə aid olub, məşhur Göyçay məscidini xatırladırdı. Bu məscidlə də bağlı ziddiyyətli məqamlar öz aktuallığını saxlayır. Məlumdur ki, neçə illərdir məscidin üzərində Şərəfxanlı sözü yazılıb. Məhəllənin yerli cəmaatından fərqli olaraq şəhər əhalisi də elə məscidi Şərəfxanlı məscidi kimi tanıyıb. Əslində isə həqiqət bir qədər başqadır. Məlumdur ki, Şərəfxanlı məhəlləsi Şəhristanın hüdudlarında salınıb. O quzeydən Şahsevən və Noreşin, günbatandan Quru Qobu, aşağı Qaranməhdi, Tapqışdağ, güneydən Qazaxlar, Şabanlı, Köhnə Xanbağı, Günçxandan Ozan və Qaramanlı məhəllələri ilə haşiyələnib. Toyuqçu məhəlləsindən nəzərə çarpacaq dərəcədə kənar yerləşən bir məhəllənin sakinlərinin gəlib başqa bir məhəllədə özlərinə məscid tikmələri isə bir qədər inandırıcı səslənmir. Tarix göstərir ki, Şərəfxanlı məscidi 1915-ci ildə Şərəfxanlı nəslindən olan Məşədi Molla İbrahim tərəfindən tikilib. Məscidin dəqiq yeri isə o zamanki şəhər su idarəsinin yerində olub. Toyuqçu məscidi isə tarixi abidə kimi 17-ci yüzilliyin 60-70-ci illərində məhəllə cəmaatı tərəfindən inşa edilib. Binanın daha qədim olmasını və mədrəsə tipində inşa edilməsini nəzərə alsaq, məscidin Şərəfxanlı deyil, Toyuqçu məhəlləsinə xas olmasını iddia edə bilərik. Gəncənin tarixi abidələri kitabının müəllifi Professor Sadıq Şükürov da bu məscidin Şərəfxanlı olmasını qeyd edib. Məhəllənin yaşlı sakinləri isə iddia edirlər ki, ola bilsin, məscidin sonralar Şərəfxanlı adı ilə bağlanması ötən əsrin 80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin də iştirak etdiyi tədbirlərin birində Şərəfxanlı musiqi ansamblının məscid həyətində konsert verməsi ilə bağlıdır. Yəqin ki, konsertdən sonra afişalarda yazılan Şərəfxanlı musiqi ansamblındakı eyni adlı söz zamanla məscidin adına da yansıyıb. Ancaq hər halda bu da gələcək tədqiqatların hədəfi ola bilər. Şərəfxanlı musiqi ansamblı olub, Həsən Həsənov gələndə bizə birinci katib gəlmişdi, Sovet hökumətinin vaxtında. Gəldi, sağ olsun, gəldi, kərpişləri, bu uçuf dağılırdı bu məscid. Tamamilə bərbad haldaydı, o gəldi, düzəltdi, düzdü, qoşdu, görsüz də. O düzəldəndən sonra elə sonra katiblərimiz də gəldi, onlar da köməkli elədilər. O getdi bura aşıqlar gətirdi, qoydu. Ondan qabaq burada ədyal kəlağıy toxuyublar, ədyal toxuyublar. Ondan sonra yavaş-yavaş elə Həsən Həsənov gələndən sonra ansamblı gətirəndə
Aşıqlar ansamblı, Şərəfxanlı Aşıqlar ansamblı olubdur. Eşitdiyimə görə o olubdur. Burada da divarında yazıb yaptırmışlar ki, Şərəfxanlı Aşıqlar klubu. Onu da kimsə də yəqin ki, gəlib çəkib. Prosto o Şərəfxanlı Aşıqlar klubunun adını eləyib Meçid Şərəfxanlı. Yox, amma Toyuqçu meçididir. Ondan sonra bura oldu Zaksdan sonra indi kitabxanadır hal-hazırda. Bu Şərəfxanlı küçəsi o yüzden, Şahsiyarın o yüzündə. Onların əgər o bir adamın ki, pul olsun, bir şey titirmək öz məhəlləsində itirər. Yəni tarixi örgəni ellər, bu adı da bilirlər. Şərəfxanlılar o yüzdendir. Toyuqçu meçididir, bəli. Hətta burada işləyən ustaların, bannaların adını deyə bilərəm ki, məşəqqətim ki, sonra banna isə mən bunları görmüşdüm. Mən cavan oğlan idim, onlar yaşlı 80-90 yaşları var idi. Bir də bu taxta işini Hüseyin kişi var idi. Dülgər Hüseyin. O idi, o kişini də görmüşdüm. Artıq 90'a yaxın yaşı var idi. Mənim özüm 80 yaşım var. Mən 70 yaşında məsələn, axlım kəsildi 70 il bundan qaba. Kim nə olub, yaxşı burada çalğay toxuyurdular, nə bilim, sklat olub, muskan olub, indi zaksdır. Kitabxana elədilər. Kitabxana, indi kitabxanadır. İndi kimin əlinə keçirlər, gene sağ olsunlar, qoruyub saxlayırlar. Sağlasalar, o bizə böyük xoşdur. Az qala Avropadan tutmuş Asiyaya qədər geniş bir ərazidə yer adlarını dəyişməyə çalışan, yer toponimlərini mənimsəyən ermənilərin ad dəyişmə siyasəti məlumdur ki, Gəncəmizdən və hətta Gəncəmizin məhəllələrindən də yan keçməyib. Ermənilərin ad dəyişmə siyasəti Toyuqçu məhəlləsində də özünü göstərib. Belə ki, dərman qonşularımız məhəllənin adını dəyişdirərək, nə təəssüf ki, Xalqşi adı ilə əvəz ediblər. Bu isə onu göstərir ki, ermənilər nəinki mənimsəyərək yerləşdikləri məhəllələrin, həmçinin digər məhəllələrin də adlarını dəyişərək özününküləşdirmək fikrinə düşüblər. Çölək çalaq şəklində, Hazır Əhmədli Xazar Ahmadlu, Faxralı Faraqlu, Qarasaqqal Qara Saqqala, Qızıl Hacılı Kazalanjeli, Toyuqçu Taukşi, Ərəbli Arapli, Sofulu Sapla, Ozan Uzan, Səfərabad Siqrabat, Şöylübəyli Şayla Bayla, Zərrabi Zeyrabu kimi eybəcər formalarda təhrif olunmasına baxmayaraq, bugün yerli əhali adlarını çəkdiyimiz Dədəbaba məhəllələrimizin adlarını olduğu kimi yaşadırlar. Bu toponimlərin gəlmə Rus tərəfindən dəyişdirilməsi haqqında söylənən fikirlər isə o qədər də inandırıcı səslənmir. Bu da ermənilərin Toyuqçu məhəlləsindən də yan keçməyən daha bir məkri. 61-ci il idi, mən ev titirdim Zəyim kubikindən. Mənim bir qovumum gəldi Mingəçevirdən, böyüyə baxtarlıq xeyir versin dedi, söhbətlə. Baxanda gördü, öyüm kəlləsində insan şəklini döyüblər, insan başı. Dedim, bala, bu nədir? Dedim ki, Bası, mi? Belə baxdım, dedim, bası, baxın gördüm bu. Nəysə, gecdi, sən erməni gəldi, dedim, bu nədir? O daş dədənin başını nə salıbsın bura? Dedi, ara, uşaq eləyib, meylik eləyib. Dedim, köpək olun, meyliklərin zadını gətirmə bura, mən uşaqlardan tez-tez onu ora. Bu dedim, gələcəklər, bunlar bizdən iddiasıdır. Bunların hələ soraqları çox deyil, nərdivanlar qalxır hələ, Neçək Sovet hökuməti. Odur ki, bunlar gəlib yənəcə məhəllənin əlindən alırlar. Deyəcəklər, o da bizimki deyir. O da, daşı götürdüm, çıxartdım, dedim, bir də eliş vermə. Bəli, istədik Gəncənin daha bir məhəlləsi ilə bağlı tarixin dərinliklərinə nəzər salaq. Məqsədimizə hansı dərəcədə nail olduq? Bunu elektron ünvanımıza yazacağınız fikir və rəylərdən biləcəyik. Daha bir qədim Gəncə məhəlləsində görüşmək diləyi ilə. Salamat qalın.
sənə